əgər free cash flow yield şirkətdə nə qədər sərbəst pul axını göstərirsə, onda shareholder yield bu suala cavab verir. Bu pullardan nə qədər məhz səhmdara çatır. Nümunə, şirkət 6-7% səviyyəsində sərbəst pul axını yaradıb. Bunlardan 3%-ni dividendlərə yönəldib, 1%-ni buybacklərə, səhmin geri alınmasına, yekun səhmdar gəlirliyi, yəni shareholder yield 4% təşkil etdi. Bir investor olaraq sənin üçün real fayda məhz budur. Sən dividendlər alırsan və şirkətin öz səhmlərini bazardan geri aldığını, bununla da sənin payın da bir səhmə düşən potensial mənfəətini artığını görürsən. Bizim üçün investor olaraq şirkətləri niyə təhlil etdiyimiz unutmamaq çox vacibdir. Biz bunu ona görə edirik ki, pul qazanaq, portfelimizin dəyərini artıraq. Və elə biznesə tapaq ki, onlar ya indi, ya da gələcəkdə sərbəst pul axını yarada və onu bizim xeyrimizə, dividend və ya səhm dəyərini artmasına şəklində yönləndirə bilsinlər. Şirkətin rentabelini, yəni gəlirliyi nə qədər yüksək olarsa, sən onu nisbətlər üzrə nə qədər ucuz alsan, menecment nə qədər səmərli işləsə, bir o qədər çox ehtimal var ki, sən bir investor kimi real pul axını əldə edəcəksən.